Salam millət, hər vaxtınız xeyir olsun. Hal-hazırda millət iki əməliyyat almışıq. Bir Nasdaqda, bir də kripto, yəni Bitcoin-də əməliyyat alınıb. Bitcoin-də bu şəkildə take profit olunacağına açıq Bitcoin-də %100 əminəm. Çünki burada mənim biasım longdur tam olaraq. Tam olaraq buradan bura qədər biasım longdur. Yəni buranın alınacağını bilirəm. Hətta hədəfim biraz da yuxarı ola bilsin daşıdım. Buralar da ola bilsin daşıdım. Bura alınacaqmı? Bura alınacaq. Burası ola bilər biraz yorar. Yəni market bu şəkildə eləyər. Yüksələr, sonra gəlib lovları alıb və s. eləyə bilər. Ona görə burada take profit 1-i burada bağlayacağam. Take profit 2-ni burada 2 olaraq saxlayacağam. İndi hal-hazırda break-even eləyəcəm. Gəlin sizə onun metanın şəklini göstəreyim. Bir dəqiqə. 5 dəqiqəlik qrafik göstərəcəm. Aha, bu şəkildədir. Yəni buradan əməliyyata daxil olunub. Hədəfim hal-hazırda buradadır. Stop da buradadır. İndi stopu break-even eləyəcəm. Bir dəqiqə break-even atım. Yəni açıq yaxşı bir profit deyil. Hal-hazırda da əslində bağlasam mənim üçün yetərlidir. Yəni bağlaya bilərəm. Aha, break-even etdim. Bəs burada necədir vəziyyət? Buranı da əslində break-even etmək istəyirəm. Amma saxlayacağım. Axıra qədər özü bilər. Yəni düşünürəm ki, take profit olacaq. Maksimum buralara çatdıqda break-even edəcəm. Amma digəri sərbəst qalsın. Yəni düşünürəm ki, take profit olacağın, yəni bir növ əminəm ki, ha, take profit olacaq. Amma burada nə baş verir indi? Hal-hazırki situasiyada ola bilsin, market buralardan və tam olaraq buralardan yüksəlsin buralara qədər və bu şəkildə düşsün. Bu da ola bilər. Ona görə qərarı bir növ özünə sərbəst buraxmışam. Yəni break-even etməyəcəm. İndi millət, əsas məsələyə keçək. Burada trade edən zamanı ümumiyyətcə sənin psixoloji durumun necə olmalıdır? Birinci olaraq əməliyyatı açsınızsa, daha doğrusu açmamışdan öncə düşünün ki, əlinizdə sadəcə bir əməliyyatlıq pozisiya var. Yəni bir əməliyyatlıq patronunuz var. Və yaxud da yəni hekayə burada odur ki, sən əsas məqsəd odur ki, əməliyyata daxil olan zamanı boş bir əməliyyata girməməlisən. Bütün gücünü, bax bütün gücünü həmin o əməliyyata fokuslandırmalısan ki, bu əməliyyat %100 take profit olmalıdır. %100. Təbii ki, %100 take profit olacaq deyə bir şey yoxdur. Amma sən ona inanmalısan, o cür əzmlə daxil olmalısan ki, burada boşluq buraxmamalısan. Yəni bu əməliyyatın stop olması üçün heç bir səbəb olmamalıdır. Stop olduqda düşünməlisən ki, qrafikdə problem var. Yəni o dərəcəyə özünü çatdırmalısan ki, əməliyyat take profit olmalıdır. Aydın, o qədər güvənməlisən. Güvəndiyin əməliyyata girməlisən. Yoxsa hər əməliyyata girdin, ə, yəni stop oldun, niyə stop oldum, heç bir fikrim yoxdur. Orada bir SMT gözdən qaçıb və s. Bu yəni gülünc bir pozisiyadır. Sən pulun qədrini bilmirsən. Əməliyyata girdikdə bütün gücünü qoymalısan ortaya ki, bu %100 take profit olacaq. İstisnasız. Bu inancdan daxil olduqda hə, uğurlu olacaq. Bu inancdan daxil olmaq üçün də sənin əlində nə olmalıdır millət? Yəni bir dənə bunu başa düşün. Bu inancdan əməliyyata girmək üçün əlində nə olmalıdır? Güclü model və güclü modeli tətbiq edə biləcək bir psixoloji. Yəni səndə həmin psixoloji da olmalıdır. Aha. Əsas burada məqam deməli, yəni sənin o pozisiyanı saxlaya biləcəyin, bax burada əməliyyat göstərdim millət. Hədəfi də indi çəkəcəm. Target 2 qoyacağam. Buraya da target 2 qoyacağam. Böyük ehtimal. Dəqiq bilmirəm. Yəni bura verəcək reaksiyalara görə qərar verəcəm. Yəni birinci olaraq sənin əməliyyatı ala biləcək özgüvən olmalıdır. Birinci olaraq o. İkinci olaraq da həmin model, yəni səndə mütləq ki olmalıdır. Əlavə olaraq da millət, həqiqətən əməliyyata daxil olan zamanı bütün gücünlə daxil olmalısan. Bütün gücünlə daxil olmaq nə deməkdir millət? Yəni heç bir şey gözdən qaçmamalıdır. Hər şeyi hesablamalısan. Aydın o. Yəni burada modelin nə tələb edir? Misal üçün high time frame tələb edir. High time frame-də bütün qaydalara baxırsan. Low time frame-də bütün hər birini izləyirsən. Bütün hər biri izləndikdən sonra əməliyyata daxil olursan. Və daxil olduqdan sonra əməliyyat sərbəst buraxırsan. Artıq bundan sonraki onun biləcəyi mövzudur. Take profit olacaq, stop olacaq, nə olacaqsa, yəni sərbəst artıq buraxırsan özü qərar verir və yüksəlir. Yəni çox gözəl şəkildə yüksəlir. Neçə ar almışam burada? Baxaq. 5 arımı bu dəqiqə almışam. İstəsəm çıxa bilərəm. Yəni mükəmməl şəkildə 5 arımı almışam. Amma çıxmıram. Niyə? Çünki əməliyyata daxil olan zamanı mən bütün deyirəm ki, stopumun, yəni stop yerimi, take profit yerimi və s. bütün hər birini təyin etdim. Təyin etdikdən sonra bu əməliyyata mən daxil oldum. Təyin etdikdən sonra take profit hardadır, stopum hardadır,
girişim harda olacaq və s. Bunlar təyin olunduqdan sonra əməliyyata daxil oldum. Aydınmı? Yəni təyin olmamışdan əvvəl yox. Bu nə deməkdir? Yəni o deməkdir ki, mənim stop olacağım yer dəqiq seçilib, enter edəcəyimiz yer dəqiq seçilib, take profitində dəqiq seçilib. Bu əməliyyat take profit olmalıdır mənim biliyimə əsasən. Aydınmı? Yəni biliyimə əsasən take profit olmalıdır. Ona görə biliyimə də güvənməyi seçirəm və axıra qədər saxlamağı düşünürəm. Hal-hazırda ikili əməliyyatları Nasdaq-da short, Bitcoin-də long. Hə, çıxaram əməliyyatdan, ola bilər çıxaram. Maksimum break-even olacam. Yəni burada mən bu əməliyyatı uğursuz əməliyyat saya bilmərəm. Çünki mən burada 5 arımı almışam. 5 arı uğursuz almaq olmaz. Yəni break-even olsa maksimum. Və yaxud da buradan dönsə break-even olsa 700 dollar profit deyim funded hesablarda. 800 dollar gedir. Bunu uğursuz saya bilərəmmi? Yox təbii ki. Amma axıra qədər saxlamağı mən daha çox seçirəm. 800 dollar profit deyim. Hətta 900 dollarında olacaq. Artıq break-even edirəm. Çünki buradan dönməsi daha məntiqli deyil. Dəqiqə. Buradan SSM-i aldım. İki jurnala işləmək üçün, trade jurnalıma işləmək üçün. Aha, bunu bura, okey. Aha, bu da necədir? Bu da yüksəlir. Yəni hər ikisi öz qaydasında. Niyə bilirsinizmi? Çünki əməliyyata girən zaman mən bunların hər birini hesablamışdım. Hər birini bilirdim. Bildiyim üçün daxil oldum. Və s. millət. Uzun danışmaq istəmirəm. Yəni hekayə bu şəkildədir. Əməliyyata girən zamanı özünüzü buna hazırlayın və bu şəkildə daxil olun əməliyyata. Bu videolara da baxanda millət, sizdən istədiyim nə kimi baxmanızdır? Yəni bu videolara öyrətmə məqsədi. Mən burada live trade-imi paylaşıram. Live trade paylaşdım, nə olacaq mənim üçün? Paylaşmadım nə olacaq? Mənim üçün bir fərqi yoxdur. Amma sizin üçün varmı? Bəli, burada nəsə öyrənmək lazımdır. Öyrənməli olduğunuz ən əsas məqamlardan biri nədir? İntizam. Yəni mənim videolarımda sizin öyrənə biləcəyiniz ən vacib situasiyalardan biri intizamdır. Ki intizam necədə həqiqətən insanı profitə keçirdir. Əməliyyata daxil olan zamanı sən hansı psixolojide olmalısan, daxil olduqdan sonra necə olmalısan və s. Bunlar hər biri sənə profitə keçirdə biləcək bir şeylərdir. Aydın o. Bu qədər millət. Kaydı burada dayandırıram. Bundan sonraki yəqin ki, sonra artıq ə, yəni bir şey olmaz. Yəni bundan sonra nə olar ki? Yəni burada saxlayıram artıq kaydı. Ə, bəlkə videonun sonunda, yəni əməliyyatların sonunda yenidən açaram, amma burada artıq saxlamağı düşünürəm. Sağ olun millət. Allah amanında hər biriniz. Və öz fikirlərinizə yorumlara yazın ki, bu videonun yəni çoxlu çəkilmə səbəbi sizin yorumlara yazdığınız sözləri analiz edirəm və sizə həqiqətən nələr lazımdır, o istiqamətdə yönəlirəm. Sağ olun millət. Allah amanında. Millət, bu video bitdikdən sonra yenidən çəkirəm. Əməliyyatımız, yəni Nasdaq-da şükür Allah ki, take profit oldu. İndi Bitcoin-i göstərirəm millət. Bitcoin də bu vəziyyətdə də hazır ki, situasiyası belədir. Market uçur yuxarı. Bunu da qısa olaraq göstərmək istədim. Neçə ar almışıq hal-hazırki situasiyada? 8.68 arardıq. Əməliyyatda bu şəkildə davam edir, yəni öz tempində. Bax, buradan bura. Trading View-də açığı böyük çəkmək olmur. Yəni daha doğrusu, metada daha doğrusu. Şəkli bu şəkildə çəkmişəm. Bir dəqiqə daha fərqli çəkim. Sağ olsun, belə çəkim, belə göstərdim. Səbirli olun. Aha, ki, yəni əməliyyat da öz tempində gedir. Bir dəqiqə. Mhm. Bu qədər millət. İşlər bu şəkildə. İndi burada karın birini alacağım. Karın ikisini də yuxarı saxlamağı düşünürəm. Yəni həm kriptoda, həm Nasdaqda, hamısında əməliyyatlarımız şükür Allah ki, yaxşı gedir.